bu etdiyi düzgündürmü? Nə olub? Həm də ki sizə nə var? Plastik qabı yerə atmaqla sən ətraf mühitə zərər verirsən. Bilirsən, plastik çox yavaş çürür. Buna görə də bitkilərə, heyvanlara ziyan vura bilər. Plastik torpağa da zərər verər, bizim böyüməyimizə də mane olar. Sizin gözünüz pis görür deyəsən. Burada o dediklərinizdən heç biri yoxdur. Bura metrodur. Metro ictimai yerdir. Burada yerə zibil atmaq olmaz. Plastik tullantıları zibil qutusuna atmalısan. Bilirsən niyə? Niyə? Ona görə ki, onu adi zibil kimi atmaq olmaz. Bilirsən, plastik 1000 ilə qədər çürümür. Bax, bu nə qədər insan ömrüdür. Sən bunu etməsən, mən etməsəm, bizim sabahımız necə olacaq? Sən qabı yerə atmasan, təbiətə kömək etmiş olursan, özünü də qoruyursan, bizi də. Bağışlayın dostlar. Sizin danışdıqlarınızın heç birini bilmirdim. Bundan sonra mən də öyrənəcəm. Bütün qaydalara əməl edəcəm. Gəlin təbiəti biz də düşünək. O özü hər şeyi düşünən kimi.